Azərbaycanın xalq artisti, görkəmli televiziya və kino rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyinə həsr olunan Sənin boyun ucadır sənədli filminin təqdimatı keçirilib. Azərbaycan Dövlət Film Fondunda baş tutan mərasimdə mədəniyyət və kino ictimaiyyətinin nümayəndələri, sənət adamları və qonaqlar iştirak ediblər. Baku TV-nin yubileyara həsr etdiyi və İman Məcidovun rejissorluğu ilə ərsəyə gətirilən ekran əsərində Ramiz Həsənoğlunun həyat və yaradıcılıq yolu, Azərbaycan televiziya və kino sənətinə verdiyi töhfələr öz əksini tapıb. Əcib sözlərdir, Əli bəy. Məsuliyyət birlik tələbkarlıq hissi. Rejissorda olmalıdır. Qətlən adamsan, aydın məsələdir. Ona görə Ramiz'i mən çox istəyirəm. Sən anadan gəlmə, natiksən. Tədbirdə çıxış edənlər Ramiz Həsənoğlunun milli ekran mədəniyyətimizin inkişafında mühüm xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, onun yaradıcılığı bir neçə nəslin estetik zövqünün formalaşmasına təsir göstərib. Bugünkü bu tədbirin keçirilməsində, dostların gəlişində mən çox böyük məhəbbət gördüm, münasibət gördüm və etinasız qala bilmərəm. Yəni bu hisslər məni boğur, sevinç hissləri və təbii ki, bu gecənin finalı xüsusilə məni həyəcanlandırdı. Bu İmanın çəkdiyi film. İman Məcidovun, mənim dostum rəhmətli Əmir Hüseyn Məcidovun oğlu İmanın çəkdiyi bu film böyük məhəbbətlə, zövqlə hazırlanan bir filmdir. Mən ancaq böyük minnətdarlığımı bildirə bilərəm. Sağ olsunlar. Qeyd edək ki, Ramiz Həsənoğlu Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə 1989-cu ildə əməkdar incəsənət xadimi, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.